Xəstəliyin əsas əlaməti insanı yoran, ondan əl çəkməyən yorucu düşüncələr, yəni sarışan fikirlərdir. O insanlar həmişə şübhəli düşüncələrə sahib olurlar və özünə güvən, inam hissi çox aşağı olur. Evdən çıxarkən qazı, işığı söndürüb söndürmədiklərindən əmin olmurlar. Buna görə də daim narahatçılıq hissi keçirirlər. Başqalarının qəlbini qıracağından qorxduqları üçün çox vaxt özlərinə aid düşüncə və fikirləri heç kimlə bölüşmürlər. Hər mənasız fikri, hər mənasız düşüncəni həftələrlə beyinlərində fırladıb düşünə bilərlər. Onlar eyni hərəkətləri dayanmadan təkrar edib ritual halına gətirə bilirlər. Bu hərəkətlərə kompulsiv hərəkətlər deyir. Məsəl üçün 3 dəfə əlini yumaq, gedərkən səkidəki daşları saymaq və s. Bunlar kompulsiv hərəkətlərdir. Obsessiv kompulsiv pozuntusu olan insanlar qəzadan, ölümdən, hündürlükdən, istənilən təhlükəli situasiyadan çox qorxurlar. Onlar özləri də bu düşüncələrin çox mənasız olduğunu bildiyi halda yenə də bu vəziyyətdən çıxmaqda çətinlik çəkirlər. Bu pozuntuya sahib olan insanlar psixoloqa müraciət edib professional yardım ala bilərlər.